Herkese salam. Bilirsiniz, bəzən ən çətin addım o ilk addımı atmaq yox, o yolda dayanmadan davam etməkdir. Mən bu yolculuğa əslində aprelin 1-dən başladım. Özümlə baş-başa qalıb artıq vaxtıdır dedim. Amma sizinlə bölüşməyə bir həftə sonra cəsarət tapdım. Çünki bu dəfəki qərarlılığımın səmimiyyətindən özüm də əmin olmaq istəyirdim. Və beləcə aprel ayı artıq geridə qaldı. Bu 30 gün ərzində nələr yaşamadıq ki? İradəmin qırıldığı anlar, gecənin bir yarısı özümlə etdiyim mübarizələr, bu dəfə fərqli olacaq dediyim səhərlər və nəticədə 30 gündə tam 7,9 kiloqram. Bu rəqəm sadəcə çəki deyil, bu mənim hər gün özümə verdiyim sözün sübutudur. Amma aprelin bitməsi mənim üçün yolun sonu deyil. Sadəcə ilk böyük qələbədir. İlk böyük hədəfim 100 kiloqramdır. İndi qarşımda yeni ay, yeni bir səhifə var. Aprel bitdi, amma mənim kilom hələ də aşağı düşməyə davam edəcək. Və bugün burada sizin qarşınızda özümə və sizə yeni bir söz verirəm. May ayının 25-nə qədər bu pəhriz, bu intizam davam edəcək. Dayanmaq yoxdur, yorulmaq yoxdur. Çünki mənim ən böyük xəyalım o tərəzidə nəhayət o rəqəmləri görməkdir. 100 olmadan dayanmaq yoxdur. Bu dəfəki marafonumda özümə inandığım qədər sizə də inanıram. Sizin dəstəyiniz, yazdığınız hər bir rəy məni o 100 kiloqram hədəfinə bir addım daha yaxınlaşdırır. Bəlkə çətin olacaq, bəlkə yenə yorulacağam. Amma o tərəzi yüzü göstərənə qədər bu mübarizədən əl çəkməyəcəm. Mayın 25-nə qədər hər günü saniyə-saniyə yaşayacağıq. Hazır olun, çünki sabahdan etibarən yeni metodlar, daha ciddi bir temp və tamamilə yeni bir mən gəlir. Hədəf 100 kiloqram. Biz bunu birlikdə bacaracağıq.